Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Əvvəlki videomuzda hardan, yəni qısa bir açıqlama videosu idi. Yəni GitHub-dan faylları tapacağımızı, hardan modlar yükləyəcəyimiz və sair o barədə idi. Amma indi hal-hazırki videomuz bilavasitə setup mərhələsidir ki, biz bunu izah edəcəyik. Əvvəlki dəfə yükləmişdik, yenə yükləyək. Bu biraz bizim millətdə adətdir ki, sən faylı dəyişirsən orada və s. Neçə dəfə belə deyək də, belə videolar, belə sözlərlə qarşılaşmışam. Ancaq GitHub-da var dediyim kimi, yəni daxil olub oradan da yükləyə bilərsiniz. Biraz kütlaşdırma bilginiz varsa. Və yəni total security, yəni security proqramları çoxdur. Hər hansı birini açsanız onlar da sizə göstərə bilər ki, məsələn bu qüsurludur, qüsurlu deyil. Mən Azərbaycan dilini seçdim quraşdırmaq üçün. Masa üstünə ikon əlavə et. İndi quraşdırılsın. Mən bunlarla bir dəfə quraşdırılmışam. Ama eybi yoxdur. Bu bir dəfə də quraşdırılsın. Quraşdırılma bitdi. Bitir edirik. Yəni başla ediliyində gözləyək proqram açılsın. Proqramımız açıldı. Normalda tam ekran açılmalıdır, amma bəzən xəta verir bu formada açılır. Bu da problem deyil yəni. İndi onu göstərəcəm nə etmək lazımdır. Belə elədiniz kifayət eləyir. Deməli, indi bizdə zaten burada gördüyünüz hazırda 5 dənə mod var və biri betadır. Yəni işləyib işləmədiyini tam yoxlamamışıq. Yəni bəzi yerlərdə işləyirmi? Bəli, işləyir. Yəni orada problem yoxdur. Digər yanından gələndə məsələn, indi hissə danışaq, bəzi hissələri sonraya saxlayacağam. Rəhbərə baxmaq istəsəniz, biz burada zaten rəhbərlər paylaşacağıq Steamdə, video dəstəkdə, dəstək bloqlarında, yəni bloqumuzda da olacaq. Əsas YouTube-da paylaşdığımız üçün zaten məncə ehtiyac olmayacaq. Tərcüməni də bir sonraki videoda izah edəcəm, çünki geniş bir mövzudur. Mod idarə edicisidir. Bunu da izahını verəcəm, amma keçək birinci bura. Məsələn, dil paketini seçdik və dil paketi seçəndə avtomatik fontda seçilir. Səbəbi də məlumdur. Çünki belə deyək, ə hərfi dəstəklənmədiyi üçün ən optimal variant odur ki, biz əlavə olaraq da özümüz ora necə deyək, font yükləyək. İndi keçək, yəni buna ilə bağlı olan mod idarəçisi bölməsinə. Mod idarə etmə bölməsində gördüyünüz kimi artıq bu ikisi aktivdir və bu deməkdir ki, həm musiqi və mən bunu əvvəlcən yükləmişdim, ona görə də hal-hazırda işləyir. Amma belə bir problem ola bilər ki, yəni mən sizə kənar məsələn mod yükləyib siz bura öz modunuzu da yükləyə bilərsiniz. Nexus'dan əvvəlki dəfə izah eləmişdim ki, hardan yükləyə bilərsiniz, videolara baxa bilərsiniz. Linkini əlbəttə aşağıda qoyacağam. Amma məsələn, bura sizin əsas yerdir. Nəyə görə? Belə deyək, siz məsələn musiqi faylı yükləmisiniz, amma məsələn bu main menü üçün, yəni siz açılan kimi oyun gələn səsdir ki, biz bunları artırmışıq. Məsələn bu aktiv olanda, bu ikisi bir yerdə aktiv olanda xəta verir, heç bir formada ses gəlmir. Bu bir. İkincisi də siz məsələn ayrıca bir fayl yükləmisiniz. Bu oyun içi daxili bir səsdir. Oyun daxili səslərdə də problem oldu. Gördünüz ki, ya ana səhifənin, yəni açılış ekranının, ya da ki, belə deyək, oyun daxili musiqi səsi yoxdur. O zaman bu belə deyək də, qabaqcıllığı başqasına veririk. Prioriteti başqasına veririk. Məsələn, bunu salırıq 3-ə, bunu salırıq 4-ə məsələn. Yəni, ancaq birinci ana səhifədəki hansıdırsa o önə salınmalı. Məsələn, bu ana səhifədirsə bu 3, bu oyun daxilisə bu 4 olmalıdır. Bunlara diqqət edin. Əlavə olaraq da eyni növdə olan paketləri heç bir formada enable'da saxlamayın, yəni aktiv saxlamayın, yoxsa bu xətaya səbəb ola bilər. Yəni, məsələn, belə deyək də, bu da musiqidir, bu da musiqidir. Bunlar mütləq şəkildə söndürülməli olmalıdır və paketlərin növlərinə diqqət edin. Və hansısa bir şeyə görə crash verirsə, oyun açılmadısa, bilin ki, hansısa bir modların quraşdırılmasına və s. nəsə problem yaranıbdır. Yəni, bu şəkildə burada seçdiyiniz modları yükləyirsiniz. İndi məndə oyun donacağı üçün gəlin bəzi şeyləri bağlayaq və yoxlayaq. Yəni, ilkin variantda açılışını və s. Çox güman açılmayacaq, çünki kompüter zaten yüklüdür bir dəqiqə. Və o səbəblə də inanmıram. Həm çünki necə deyərlər, hal-hazırda zaten kompüter özü həddindən artıq server rolda oynayır. Ona görə həddindən artıq yüklüdür. Ona görə də problem yaşana bilər. Amma yenə də yoxlayaq. Yəni işləyib işləmədiyini də özümüz də görək. Hal-hazırda açıldı. Biraz gec açılır, amma eybi yoxdur.
Bunu mən sizə göstərəcəm hardan götürmək lazımdır. Normalda WinHunt'ın şeyi var. Launcher üzərindən açılır. Launcher üzərindən açılanda isə çox vaxt xəta verir. Ona görə də məsləhət mən görmürəm açıq sizə ki, girib necə deyirlər, şey üzərindən yoxlayasınız da, yəni Steam-in orijinal proqramı üzərindən yoxlayasınız. Çünki bəzən açılmır. Yəni həm zəif kompüterlərdə ümumiyyətlə açılmır. Xəta verdiyi halda yəni onu nəzərə saxlayın ki, hə problem nədədir? Yəni bizim mod yükləyicimizlə heç bir əlaqəsi olmur. Ona görə başda siz yükləyən vaxtda ona diqqət edin ki, işləyir yoxsa yox. İşləmədiyi halda isə məsələn mən D diskinə yükləmişəm və ya buradan məsələn indi buradan olmur, amma Steam üzərindən edə bilərik biz onu. Mən Steam'i gətirim bura. Ha, bizdə oyunda açıldı. Aha. Bu şəkildə oyun açıldı və görüyorsunuz ki, Azərbaycan musiqisi. Yəni bunu qoşun, sonra oturun bir dənə siqaret yandırın yəni. Mahnı sizə onu bilir konkret. Gördüyünüz kimi həm musiqi, həm belə deyirlər, dil, font və yəni 3 dənə paket yüklüdür bizdə, həm musiqi, həm şey və ona görə də burada həm musiqini işləyirsiniz, həm yazıların şeylərini görürsünüz ki, fontlar dəyişib, eyni ilə də ki, yazı faylı. Hələ ki bunun çıxışını verək və sizə əgər açılmadığı təqdirdə oyun nə etməli olduğunuzu deyim. Yəni bu biraz zəif cihazlarda çox yaşanan problemdir. Belə deyək, kütüphana, kitabxana, oyunlara çox da fikir verməyin. Görək, hə. Məndə yəni əslində məndə açırdı, sadəcə olaraq belə deyək, biz burada zaten açdıq. Buradan gəlirsiniz 1000, buradan 64x, yəni burada shortda üzərinə basıb buradan create short eləyə bilərsiniz. Sonra bunu hara istəyirsiniz atın. Əslində bizim proqram da normalda ana səhifəyə atmalı idi, amma nədənsə ana səhifəyə heç yerə oyunun qısa yolunu atıbdı. Hə, bu bir ekrana atıbdı, sorry. Normalda ana ekrana atır ki, siz əziyyət çəkməyəsiniz. İndi bu köhnə yüklədiyimdəndir deyənə logosu getdi, amma sizdə elə olmayacaq əlbəttə. İndi yaxki kimi biraz gec açılacaq çox kimi. Bizə lazım deyil, amma dediyim kimi yəni short atdı, tez açıldı yenə. Kompüter arada məni şoka salır yəni. Və proqramı dayandırdıq. Yəni bu şəkildə modda gördünüz, hər hansı bir problem yoxdur. Hətta belə necə deyərlər, məncə maraqlı oldu. Siz də məsələn əlavə istədiyiniz bir musiqi varsa, font növ varsa göndərin bizə, meylə altda qeyd edəcəm. Donatləri də əks etməyin. Yəni biz bunun üçün vaxt xərcləyirik, əmək xərcləyirik, uzun müddət. Yəni mən bunun üzərində adi tərcüməni necə etmək lazımdır, hansı formada, o faylların çıxarışları həddindən çox vaxt aparan bir şeydir. Yəni siz YouTube-da da yazın, inanın ki, hansısa dilə tərcümə barədə heç bir məlumat yoxdur. Yəni normalda mən məsələn bir çox oyunları krekləməkdir, üzərində işləməkdir etmişəm. Hətta Witcher 3-ün üzərində də krekləri belə deyək də modlar və s. yaratmışam. Ancaq amma 3-də biraz fərqlidir. Çünki 3-ün ayrıca idarə etmək üçün xüsusi mod toolları var və s. var. Funksiya, yəni fayl strukturu fərqlidir. Yəni buna görə də biraz çox çətinlik çəkdi, çox əziyyət çəkdi, amma sonda bacardıq. Yəni bəzi çox şey eləmək istəyirdik, əslində mod yaratmaq istəyirdik, amma bəzi modların işləməməsi və çox problem yaratması bizə necə deyək, bu qərarı gəldik ki, hə yox, ataq kənara və növbətində işi daha da böyüdüb ondan sonra və ya daha çox dəstək gəldikdən sonra bunları necə deyirlər, yüksəldək, daha ön aparaq, daha yaxşı nəticələr verək. Yəni bu şəkildə. Əlavə sualınız olarsa, qeyd etdiyim kimi aşağıda mailimizi yerləşdirəcəyik, Discord kanalımızı yerləşdirəcəyik. Gəlib suallarınızı orada bizə verib dəstək ala bilərsiniz.